Herkese salam, davam edirik. Fənər yayınlarına məxsus müəllifi Camal Kərimov olan biologiya fənnindən Respublika fənn müsabiqələrinə hazırlıq test vəsaitinin bölmə 3, sınaq 5-in izahı ilə sınaq 5-in izahına başlamamışdan öncə vəsait haqqında maraqlananlara fikrimi qısaca bildirim. Vəsait 7-ci sinif yeni tədris proqramını tam şəkildə əhatə edir. Eyni zamanda vəsaitə əlavə olunmuş olan təcrübə xarakterli şagirdləri araşdırmağa sövq edən suallar. Düşünürəm ki, fənn müsabiqələrinə hazırlaşan şagirdlərin tam hazırlıqlı şəkildə bu imtahanlarda iştirak etməsi üçün uyğundur. Çünki şagirdləri araşdırmağa, düşünməyə sövq edəcək suallardır. Və vəsait üzərində əziyyəti keçən hər bir şeysə təşəkkürümü bildirirəm. Başlayaq suallarımızın izahına. Sınaq 5. Sual 1. Hansı bitkinin gövdə şəkil dəyişməsi soğanda olduğu kimidir? Deməli, soğan soğanaqla çoxalan bir bitkidir. Yəni, soğanda şəkil dəyişmə soğanaqdır. Bu soğanaqda həm gövdənin şəkil dəyişməsi olan dibciyə, həm də yarpaqların şəkil dəyişməsi olan pulcuqlara rast gəlinir. Və soğanın şəkil dəyişməsi olan soğanaq burada nərgiz bitkisində də təsadüf edilir. Ayrıqotu bitkisində gövdənin şəkil dəyişməsi olan kökümsova rast gəlinir, götürə bilmərik. Çiyələk bitkisində gövdənin şəkli dəyişməsi olan bığcığa rast gəlinir, götürə bilmərik. İtburnu bitkisində gövdənin şəkil dəyişməsi olan tikana rast gəlinir. Cavabımızı müəyyən etdik, C variantı. İkinci sualımızla davam edirik. Şəkildə vegetativ çoxalmanın hansı üsulu təsvir edilmişdir? Biz burada görürük ki, bitkidən bir zoğ və üzərində yarpaqlar ayrılmışdır. Yəni, gövdə hissəsi ayrılaraq köçürülür. Burada gövdə vasitəsilə gövdə çiliyi vasitəsilə çoxalma təsvir edilmişdir. Nəmli torpağa əkilən həmin bu çilikdən öncə əlavə köklərin üzərində isə yan köklər yaranaraq bitkini torpağa bərkitmiş olacaq. Üçüncü sualımızda davam edirik. Hansı bitkini gövdə çiliyi ilə çoxaltmaq olar? Ayrıqotu gövdənin şəkil dəyişməsi olan kökümsovla çoxaltmaq olur. Çiyələyi gövdənin şəkil dəyişməsi olan bığcıqla çoxaltmaq olar. Uzanbar bənövşəni yarpaq vasitəsilə vegetativ yolla çoxaltmaq olar. Qarağat bitkisində gövdə çiliyi vasitəsilə çoxaltma mümkündür. Dördüncü sualımızla davam edək. Verilənlərin hansında yumurtalıq sayı yumurtacıq sayına bərabərdir? Yumurtalıq sayının yumurtacıq sayına bərabər olması bir toxumlu meyvədən bizə bəhs edir. Biz bilirik ki, bir dişiciyin bir yumurtalığı olar, lakin bir yumurtalıq daxilində bir yumurtacıq da ola bilər, bir yumurtalıq daxilində çoxlu sayda yumurtacıq da ola bilər. Və yumurtacıq sayı toxum sayına bərabərdir. Bir yumurtalıq daxilində neçə yumurtacıq varsa, bir o qədər də toxum yaranacaq deməkdir bu meyvənin içərisində. Əgər yumurtalıq sayı yumurtacıq sayına bərabərdirsə, biz bir toxumlu meyvə axtarmış oluruq. Burada söyüd çox toxumlu pomidor gilə meyvədir, çox toxumlu gilə meyvədir. Kələm buynuz meyvədir və çox toxumlu quru meyvələrə aiddir. Albalı isə çəyirdək meyvədir, bir toxumlu meyvələrə aiddir. Beşinci sualımızla davam edək. Pomidor bitkisinin bir meyvəsində olan toxumların əmələ gəlməsinə cəmi 160 hüceyrə iştirak etmişdir. Bu meyvə neçə toxumlu olar? Deməli, biz bilirik ki, bir toxumun yaranması zamanı mayalama prosesində 4 hüceyrə iştirak edir. Hansılardır? Bunlar mərkəzi hüceyrə, yumurta hüceyrə və 2 ədəd sperm. Bu spermin biri yumurta hüceyrəni mayalayaraq zigota başlanğıc verir. Zigot bölünərək çox hüceyrəli rüşeym yaradır. Rüşeymlə də bitkinin gələcək bitki formalaşmış olur. Spermin biri mərkəzi hüceyrəni mayalayır və bu endospermi yaradır. Endosperm əsasən bir ləpəli bitkilərdə və bəzi iki ləpəli bitkilərdə gələcək deməli toxumda ehtiyat qida maddəsi toplayır. Yaranacaq olan toxumda ehtiyat qida maddəsi toplayır. Yəni, dolayısıyla bir toxumun yaranması zamanı 4 hüceyrə iştirak edirsə, 160 hüceyrə iştirak etmişdirsə, bizdə 40 toxum yaranıb deməkdir. Davam edirik 6-cı sualımız ilə. Hansı bitkinin meyvəsi yalançı meyvədir? Moruq yığma meyvədir, çiyələk yığma meyvədir. Nədir yığma meyvə? Bir çiçəkdə çoxlu sayda dişicik olur və bu dişiciklərdən meyvə formalaşır. Bütöv bir mürəkkəb meyvə, yığma meyvə formalaşır. Moruq, çiyələk yığma meyvədir, mürəkkəb meyvəyə aiddir və yalançı deyil. Ümumiyyətlə, yalançı meyvə deməli, bir meyvənin formalaşması zamanı çiçəyin yumurtalığı ilə yanaşı digər hissələri də iştirak edir. Məsəl üçün, çiçək yatağı. Alma bitkisində yalançı meyvədir. Meyvənin yaranmasında çiçək yatağı da iştirak edir. Alça isə çəyirdək meyvəli bitkidir və meyvə yumurtalıqdan yaranır. Bu da yalançı meyvə sayılmır. Almanın yaranması zamanı meyvənin yaranmasında yumurtalıqla yanaşı çiçək yatağı da iştirak edir. Bu da
Deməli, yalançı meyvəyə başlanğıc verir. 7-ci sualımızla davam edirik. Çəyirdək meyvənin hissələrindən hansı yanlış verilmişdir? Ümumiyyətlə, yumurtalıqdan meyvə, yumurtacıqdan isə toxum yaranır. Yumurtalığın xarici divarından, deməli, meyvənin nazik dəriciyi formalaşır. Bu doğru qeyd edilir. Yumurtalığın orta qatının lətli hissəsi meyvənin ləhli hissəsinə başlanğıc verir. Yumurtalığın daxili qatı isə, daxili daşlaşmış hissəsi isə çəyirdəyə başlanğıc verir. Lakin xarici qat çəyirdəyə başlanğıc vermir. Xarici qat dedik ki, dəriciyi formalaşdırır. 8-ci sualımızla davam edirik. Buğda bitkisinin hansı rəqəmlə verilən hissələri ziqotdan başlanğıc götürməyib? Ümumiyyətlə, ziqot necə yaranır? Yumurta hüceyrəni spermin mayalandırması zamanı ziqot yaranır. Ziqot bölünərək çox hüceyrəli rüşeymə başlanğıc verir. Həmin bu rüşeym gələcək bitkini belə də inkişafında gələcək bitki həmin rüşeymdən formalaşmış olur. Burada 2 rəqəm ilə bizə rüşeym verilmişdir. 3 rəqəm ilə endosperm təsvir edilmişdir. 4 rəqəm ilə toxum qabığı təsvir edilmişdir. Bir rəqəmi ilə isə bir qədər burada e, bu hissədə xətti saxlamalı, bir qədər içəriyə daxil olub burada dayanmalıdır və bu bizə meyvə yanlığını göstərir. Deməli, biz bilirik ki, dən meyvəli bitkidir buğda və dən meyvədə meyvə yanlığı toxum qabığına bitişik şəkildə olur. Bir toxumlu quru meyvə olduğu üçün çox nazik meyvə yanlığına malikdir. Bir isə bizdə meyvə yanlığıdır və biz nə qeyd etdik? Dedik ki, yumurtalıqdan meyvə, yumurtacıqdan toxum yaranır. Yumurtacığın divarı toxum qabığına başlanğıc verir. Yəni sırf yumurtacıq divarından yaranmış oldu. Yumurtalığın divarı meyvə yanlığına başlanğıc vermiş olur. Və mərkəzi hüceyrənidə spermin mayalaması ilə endosperm yaranır. Burada 1, 3 və 4 rəqəmi ilə verilənlər ziqotdan başlanğıc götürməyib, lakin 2 rəqəmi ilə verilmiş olan rüşeym ziqotdan başlanğıc götürmüşdür. 9-cu sualımızla davam edək. Boşluqlara uyğun gələn ifadələri müvafiq olaraq cədvəldə 1-2 sütunlarına yerləşdirin. Mayalanması sumitində gedən ziqotdan dişi bitki üzərində ayaqcıqlı qutucuq formalaşır və bu qutucuq mamırlarda olacaqdır. Yəni biz mamırlardan bəhs edirik. Cavabımız olur C variantı. Biz bilirik ki, dişi və erkək mamırlar yanaşı bitir. Mamırlar ikiyevli bitkilərdir. Dişi mamırın üzərində arxegonilər olur. Erkək mamırın üzərində anteridilər olur. Anterid içərisində spermatozoid, arxegon içərisində yumurta hüceyrə olur. Anterid içərisində olan spermatozoidlər yağış damlalarının sıçraması ilə deməli düşür anterid üzərinə damla sıçrayır və spermatozoid də özü ilə gətirir, tökülür arxegonlər üzərinə. Arxegonik xüsusi maye ifraz edir və spermatozoidlər həmin mayeyə doğru üzür. Burada taksis dediyimiz hadisə baş verir və spermatozoidlər arxegoniyə doğru üzür. Arxegon içərisində yumurta hüceyrəni tapır, mayalanır və ziqot yaranır. Və dişi mamırın üzərində təkrar edən mayalama yalnız dişi mamırda gedəcək. Dişi mamırın üzərində ayaqcıq üzərində qutucuq formalaşır. Və bu qutucuq ziqotdan formalaşmış oldu. Deməli, qutucuğumuz, deməli, ayaqcıqlı qutucuq dişi mamırın üzərində formalaşdı və bu mamırlara aid bir xüsusiyyətdir. 10-cu sualımızla davam edirik. Vegetativ yolla müvafiq olaraq soğanaq və kökümsovla çoxalan bitkilər. Nərgiz soğanaqla çoxalacaq, ayrıqotu kökümsovla çoxalacaq. Cavabımız A-dır. Soğan, bəli, soğanaqla çoxalır, lakin çiyələk bılcıl olduğu üçün bu cavabı götürə bilmədik. Zəfəran və qladiolus. Bunlar hər ikisi soğanaqlı yumrulardır. Yəni soğanaq deyil. Kartof gövdə yumrusudur. Çuğundurda meyvə köklü bitkidir. Yəni burada soğanaq nərgizdə, kökümsov isə ayrıqotu bitkisində deməli mövcuddur. 11-ci sualımızla davam edək. Çiçəkli bitkilərdə hansı nəsil dominantdır? Dominant nə deməkdir? Üstünlük təşkil edir. Çiçəkli bitkilərdə, yəni örtülü toxumlu bitkilərdə də, çılpaq toxumlu bitkilərdə də, qıcı kimilərdə də qeyri-cinsi, yəni sporofit nəsil üstündür. Ümumiyyətlə, deməli, üzərində qametlər yaradan nəsil cinsi nəsildir, üzərində spor yaradan nəsil isə qeyri-cinsi nəsildir. Belə deyək, qıcı kimilərdə yetkin mərhələ, sonra çılpaq toxumlu bitkilərdə və örtülü toxumlu bitkilərdə də eyni zamanda sporofit, yəni qeyri-cinsi nəsil üstünlüyü təşkil edir. Yalnız mamırlarda qeyd edəcəyik ki, mamırların yetkin fərdi üzərində qametlər yarandığı üçün mamırların yetkin fərdi
gametofit nəsildir və mamırlarda gametofit nəsil üstündür, yəni cinsi nəsil üstündür. Lakin qıcı, çılpaq toxumlu, örtülü toxumlu bitkilərdə sporofit, yəni qeyri-cinsi nəsil üstünlük təşkil edir. 12-ci sualımızla davam edirik. Lobya toxumunun cücərməsi zamanı baş verən prosesin düzgün ardıcıllığını müəyyən edin. Ümumiyyətlə, toxumlar öncə cücərən zaman suudaraq şişir. Daha sonra qabığı çatlayır. Önce üşüyeyim kökçüyü, daha sonra üşüyeyim gövdəciyi formalaşır. Üşüyeyim kökçüyü gələcək bitkidə əsas kökə başlanğıc vermiş olur. Üşüyeyim gövdəciyi isə üşüyeyimin digər hissələrini öz üzərində daşıyan hissədir. Üşüyeyim kökçüyü və üşüyeyim gövdəciyi formalaşır. Daha sonra şem tomurcuğundan isə bitkinin gövdəsi və yarpaqları formalaşır. Cavabımız olur 4, 2, 1, 3 D variantı. 13-cü sualımızla davam edirik. Küləklə tozlanan bitkilərə aid uyğunlaşmaları seçin. Küləklə tozlanan bitki tozlanma ehtimalını artırmaq məqsədilə çünki külək aydın məsələ ki, abiotik amillərdən biridir və istənilən bir istiqamətdə tozcuqların uçmasına səbəb ola bilər. Həmişə gedib digər bir çiçəyin üzərinə düşəcək deyə bir qayda yoxdur. Ona görə tozcuqlar bol sayda olmalıdır, quru və yüngül olmalıdır ki, rahatlıq uça bilsin, çoxsaylı olmalıdır ki, tozlanma ehtimalı artmış olsun. Quru və yüngül olmalıdır. Doğrudur, əlvan çiçəklərin olması, əlvan çiçək yanlığının olması həşəratla tozlanan, hər hansı bir heyvanlarla tozlanan, yəni cəlb eləmək məqsədi olan bitkilərdədir. Yəni hər hansı bir başqa bir canlını cəlb eləməlidir. Bu çiçəklər əlvan olar. Lakin küləklə tozlananlarda bol tozcuq olar, quru tozcuq olar, yüngül olar tozcuqlar bu şəkildə qeyd edilir. Cəlb edici çiçəklər də dedik ki, həşərat və heyvanlar vasitəsilə tozlanan bitkilərə aiddir. 1, 3 cevabını buradan müəyyən etmiş olduq. 14-cü sualımızla davam edirik. Erkək kuş mamırının dişi bitkisi protonemanın oxşar cəhətə hansı variantda düzgün verilmişdir? Ümumiyyətlə, erkək kuş mamırı üzərində antiridi, onun içərisində isə spermatozoidlər yaranır. Erkək kuş mamırı yaşıl yarpaqlara malikdir, fotosintez edir, gameti yaradır, lakin mayalanma bunun üzərində gedə bilməz. Çünki mayalanma dişi mamırın üzərində az öncəki sualda da qeyd etdiyim kimi dişi mamırın arxegonisinin daxilində mayalanma gedib, zigot yaranır. Dişi mamırın üzərində yaranmış olan zigotdan ayaqcığı olan qutucuq inkişaf edir. Protonema üzərində tumurcuqlar olur. Həmin tumurcuqlardan erkək və dişi mamırlar başlanğıc götürür. Protonema da yaşıl rəngdədir, xloroplastlara malikdir, fotosintez edər, lakin üzərində qamet yaratmaq, mayalanmaq xüsusiyyəti yoxdur. Bu qeyd etdiklərimizdən nəticə çıxarıb cavabımızı müəyyən etsək, qamet əmələ gətirir. Erkək yaşıl quş mamırı əmələ gətirir, lakin protonema əmələ gətirmir. Ona görə bu ortaq deyil. Üzərində mayalanma getmir. Bəli, nə erkək kuş mamırı, nə protenemanın üzərində mayalanma getməyəcək. Ayaqcığa malikdir, heç birində ayaqcığı yoxdur. Üzərində spor yaranır, heç biri spor yaratmır. Cavabımız olur B variantı. 15-ci sualımızla davam edirik. Yaşıl quş mamırı bitkisində doğru fikir istəyir bizdən. Hər iki növ qamet bir bitki üzərində deyil. Bu doğru fikirdir. Az öncə biz qeyd etdik ki, erkək və dişi quş mamırlarımız var. Erkək quş mamırının üzərində deməli, antiridin içərisində spermatozoidlər, yəni erkək qamet, dişi quş mamırının üzərində isə arxegoni içərisində yumurta hüceyrə, yəni dişi qamet inkişaf edəcək. Yəni erkək və dişi qametlər ayrı-ayrı bitkilərin üzərindədir, eyni bitki üzərində deyil. Biz doğru fikir axtarırıq. Cücərtisi protal deyil, protonemadır. Qutucuq üzərində ayaqcıq yox, ayaqcıq üzərində qutucuq yaranır. Dişi qametlər qutucuqda əmələ gəlir, xeyr, dişi qametlər arxegon içərisində əmələ gəlir. Qutucuq içərisində isə sporlar formalaşır deyəcəyik. 16-cı sualımızla davam edirik. Bütün deməli pulcuqlarında toxum əmələ gələn dişi qozada en sayda toxum yetişərsə, bu qoza neçə pulcuqdan ibarətdir? Deməli, biz bilirik ki, çılpaq toxumlu bitkilərdə dişi qozada bir pulcuq daxilində 2 yumurtacıq olur. Və bu yumurtacıqların hər ikisi mayalanmış olarsa, 2 toxuma başlanğıc verir. Dolayısıyla bir pulcuqdan 2 toxum yaranmış olur. Əgər bir pulcuqdan maksimum 2 toxum yaranmış olursa, en qədər toxum nə qədər pulcuqdan yaranmış olacaq? Burada da müəyyən edəcəyik. N bölək 2. Davam edirik 17-ci sualımız ilə. Deməli, bizə meyvə, belə deyək ki, meyvənin quruluşuna görə növlərini qeyd edir şəkillər üzrə. Birinci şəklimizdə bizə təsvir edilib yığma meyvə.
Hansı ki çiyələk, morul, böyürtkən kimi bitkilərdə rast gəlinir. Nədir yığma meyvə və ya buna mürəkkəb meyvə də deyə bilərik. Bir çiçəyin daxilində biz çoxlu sayda dişicik görürük. Yəni bir meyvə bir çiçəyin çoxlu sayda dişiciyindən yaranmış olur. Bura morul, böyürtkən, çiyələk kimi bitkilərə aid etdik. İkinci təsvirimiz sadə meyvədir. Biz burada bir dişicik görürük. Bir meyvə bir dişicikdən yaranmış olur. Bir dişiciyin bir yumurtalığından formalaşmış olur. Bu sadə meyvəli bitkilərdir. Çərdək meyvəni misal göstərə bilərik. Dən meyvəni misal göstərə bilərik. Bir toxumlu belə deyək, bir toxumlu və ya çox toxumlu hər bir halda bir dişicikdən yaranan meyvələri misal göstərir. Yəni burada bir dişiciyin daxilində ola bilər bir toxum yaransın, bir toxumlu sadə meyvə olsun, ola bilər çoxlu toxum yaransın, yəni çoxlu yumurtacıq olsun, çoxlu toxum yaransın, çox toxumlu sadə meyvə ola bilər. Yəni sadə meyvələr bir toxumlu da ola bilər, çox toxumlu da ola bilər. Və üçüncü şəklimiz isə meyvə qrupuna aiddir. Meyvə qruplu bitkilərə biz ananası misal göstərəcəyik. Təsvirə diqqət etmiş olsaq, burada çiçək qrupu təsvir edilmişdir. Çoxlu sayda çiçəklər e, birləşərək bir meyvənin yaranmasında rol oynayır. Burada ananas, əncir kimi bitkiləri misal göstərir ki, meyvə qrupundan yaranmış, yəni çiçək qrupundan yaranmış meyvə qruplarıdır. Və buradan cavabımızı müəyyən etmiş olsaq, yığma meyvəyə morluq, sadə meyvələrdən çəyrək meyvəni görürük ərikdə, meyvə qrupunu isə ananas bitkisində görmüş oluruq. 18-ci sualımızla davam edirik. Hansı hadisə zamanı verilənlərdən aşağıdakı hadisə zamanı verilənlərdən hansı miqdarı azalar? Toxumun cücərməsi təsvir edilib burada və cücərən zaman təbii ki, ləpələrdəki ehtiyat qida maddəsini bitki inkişaf dövründə istifadə etdiyi üçün ləpədəki qida maddələrinin miqdarı azalır. Ayrılan istilik əksinə proseslərin aktiv proseslər getdiyi üçün ayrılan istiliyin miqdarı mühitə ayrılan istiliyi artmış olur. Toxumun kütləsi isə azalacaq. Cavabımız olur buradan 1, 3 A variantı. 19-cu sualımızla davam edək. Çiçəkli bitkinin dişiciyində 500 şeim hissəsində cəmi neçə mərkəzi hüceyrə var? Bir şeim hissəsini təsvir edək. 500 şeim hissəsində buna uyğun hesablayaq. Bir şeim hissəsində bir mərkəzi hüceyrə, diploid yığımda, təbii ki, diploid bitkidən söhbət gedir. Və kənarda da haploid hüceyrələrimiz yerləşir. Bu haploid hüceyrələrdən 5-i heç vaxt spermlə birləşməyən hüceyrələrdir. Mərkəzdə dayanan mərkəzi hüceyrə. Bu aşağıda ortada qeyd etdiyimiz isə yumurta hüceyrədir. Yumurta hüceyrə spermlə mayalanaraq zigota, mərkəzi hüceyrə spermlə mayalanaraq endospermə başlanğıc vermiş olur. Bir şeyin hissəsində əgər biz bir ədəd mərkəzi hüceyrə gördüksə, əgər bizim 500 şeyin hissəmiz varsa, təbii ki 5 mərkəzi hüceyrəni burada görmüş oluruq. 20-ci sualımızla davam edək. Ortaq temperaturunda yerləşdirdiyimiz bu qabların hər birinə 3 lobya, 3 çəlti və 3 deməli buğda toxumu qoyuruq. Deməli, öncə gəlin toxumları qabların içərisində qoyaq. 3 lobya, 3 buğda, 3 çəltik. Hər birinə qeyd edək. Lobya, buğda, çəltik. Həmçinin burada qeyd edək. Və qeyd edir ki, bu toxumların cəmi neçəsi cücərəcək. Nəyə diqqət edəcək? Aydın məsələdir ki, toxumun cücərməsi üçün su lazımdır. Yəni quru torpaqda toxum cücərməyəcək. Nəmli torpaqda toxumlar cücərəcək. Və biz çəltik bitkisində qeyd edirik ki, belə deyək, toxumların üzərini kifayət qədər dolduracaq qədər su ilə ölçsək, yenə çəltik bitkisi cücərir. Çünki suda belə cücərən bitkilərə aid, toxumlara aiddir çəltik bitkisinin toxumları, suda əlmiş oksigeni istifadə edə bilirlər. Ona görə suda belə, yəni qabı tam şəkildə doldurmuş olsaq belə bu qabda çəltik bitkisinin cücərəcəyini müşahidə edəcəyik. Digərləri isə su udaraq şişər, lakin cücərməz. Aydın məsələdir ki, burada quru torpaqda heç bir toxum cücərməyəcək. Nəm torpaqda olan bütün toxumlar cücərəcək. Eyni zamanda ağzına qədər su doldurulmuş qabda olan toxumlardan lobya toxumları su udaraq şişər, lakin cücərməz. Buğda toxumları su udaraq şişər, lakin cücərməz. Lakin çəltik toxumları cücərmiş olacaq. Buradan da müəyyən edirik 9-u bu qabdan cücərmiş olacaq. 3-ü isə bu qabdan cəmi 12 toxumumuz cücərmiş olacaq. Davam edirik. 21-ci sualımız ilə şəklə əsasən tozlanma üsuluna uyğun bitkini müəyyən edin. Şəkildə çarpaz tozlanma təsvir edilmişdir. Buğda açılmamış qönçədə gələn öz-özünə tozlanmadır. Noxud öz-özünə tozlanır. Lobya öz-özünə tozlanır. Lakin çovdar bitkisi külək vasitəsilə çarpaz tozlanan bitkidir.
İkinci sualımıza baxaq. Deməli, doğru ifadəni seçin qeyd edir. Bu sualın üzərində bir qədər dayanmaq istəyirəm. Nəyə görə? Çünki bundan öncəki sınaqlarda gələn rəylərdə belə bir fikir səsləndi ki, bu hissəni başa düşməkdə bir qədər çətinlik çəkirik. Ona görə qısaca buradan sizə kömək məqsədi ilə bir qədər geniş, qısa məlumatları, yəni daha aydın şəkildə söyləməyə çalışacağam. Gəlin bunları təsvir edərək göstərək. Ümumiyyətlə biz bilirik ki, bitkilər, öncə bunu nəzərimizdə saxlayacaq ki, bitkilər bir evli ola bilər, iki evli ola bilər. Bitki bir evli olar, iki evli olar. Lakin bitki üzərində olan çiçəklərə baxsaq, bunlar da bir cinsli ola bilər, iki cinsli ola bilər. Deməli, bir evli bitkimiz bir cinsli də ola bilər, iki cinsli də ola bilər. Lakin iki evli bitkimizin iki cinsli olmaq ehtimalı yoxdur. Yalnız bir cinsli olacaq. Təsvir edərək göstərsək, deməli, öncə belə deyək, iki evli bitkini təsvir edəcəm ki, daha aydın olsun. İki evli bitki dedikdə biz iki bitki təsvir etməliyik. Yəni, iki evli bitkidə erkəkçiklər, yəni erkək çiçəklər ayrı bir evin üzərində, ayrı bir bitkinin üzərində, dişi çiçəklər ayrı bir bitkinin üzərində yerləşmiş olur. Yəni, iki evli bitkidə çiçəklər, bir bitki üzərində olan çiçəklər ya erkək çiçəklərdir, ya dişi çiçəklərdir. İki bitki təsvir etdik və çiçəklər yalnız və yalnız bir cinsli ola bilir. Baxaq indi bir evli bitkiyə. Bir evli bir cinsli, bir evli iki cinsli nə deməkdir? Bir evli bitkidən söhbət gedirsə, biz burada yalnız bir bitkidən danışacağıq. Yəni hər iki qaydada bir bitki çəkirik. Bir evli bir cinslidə bir bitkinin üzərində olan çiçəklərdə erkəkcikləri ayrı çiçəyə, dişicikləri ayrı çiçəyə yerləşdirəcəyik. Baxın, bitki eynidir. Bir bitkinin üzərində çəkmişik. Lakin çiçəklər erkek ve dişi çiçekler olarak ayrılmıştır. Bir evli iki cinsli çiçeklerde ise bir bitki çekiri ve erkek ve dişi çiçekleri eyni bir erkek ve dişicikleri eyni bir çiçeğin içerisine yerleştirmiş olduk. Nedir hermafrodit, nedir ayrı cinsli, buna da baxaq. Hermafrodit çiçek odur ki, bir çiçeğin daxilində həm dişi cinsi hüceyrə, həm erkek cinsi hüceyrə yaranmış olsun. Hermafrodit bitki və hermafrodit çiçək anlayışına nəzər salsaq. Hermafrodit bitki hansıdır? Əgər bir bitkinin üzərində, misal üçün bir evli bitki hermafrodit bitkidir. Hermafrodit bitkidir. Əgər bir bitkinin üzərində həm dişicik, həm erkəkcik varsa, bəli, ola bilər eyni çiçəyin üzərində ola bilər ayrı çiçəyin üzərində olar. Hər bir halda eyni bir bitkinin üzərində, yəni bir evdədirsə, bu hermafrodit bitkidir. Lakin hermafrodit bitkinin də çiçəkləri hermafrodit və ayrı cinsiyyətli ola bilər. Baxırıq birinci versiyaya. Bir cinslidirsə, təbii ki, ayrı cinsli deməkdir. Deməli, hermafrodit bitkidə, misal üçün qarğıdalının yuxarıda yerləşən çiçəklər süpürgə çiçək qrupunda toplanır. Bu erkək çiçəklərdir. Qarğıdalının qıça çiçək qrupları isə daha aşağıda yerləşir. Bunlar da dişi çiçəklərdir. Yəni, hər bir halda bir cinslidirsə bu bitkimiz, bəli, hermafrodit bitkidir. Lakin çiçəkləri necədir? Ayrı cinslidir. Çünki çiçəklərində ya erkəkciyi var, ya dişiciyi var. İkinci halımızda, ikinci versiyamıza nəzər salsaq, bəli, bitkimiz bir evli bitkidir və hermafrodit bitki sayıldı. Hermafrodit bitkidir və çiçəklərinə nəzər salırıq. Baxırıq ki, buradan eyni bir bitkinin bir çiçəyin üzərində həm dişicik, həm erkəkcik var. Deməli, burada həm bitkimiz hermafroditdir, həm də çiçəyimiz hermafrodit çiçək olacaq. Gəlirik iki evli bitkiyə. İki evli bitki ayrı cinslidir. Ya erkek bitki olar ya dişi bitki olar. Misal üçün söyüdün dişi çiçəkləri olan bitki var, erkek çiçəklər olan bitki var. Söyüd bitkisində bir bitkinin üzərində ancaq sarı çiçəklər olur. Bunlar erkek çiçəklərdir, yalnız erkek çiçəyə malikdir. Başqa bir bitkinin üzərində yalnız yaşıl rəngli dişi çiçəklər olur. Burada həm bitkimiz ayrı cinslidir, həm də çiçəklərimiz necə olacaq? Təbii ki, ayrı cinsli olmuş olacaq. İndi baxaq. Bütün iki evli bitkilərin çiçəkləri hermafroditdir deyil. Bütün iki evli bitkilərin çiçəkləri hermafrodit. Baxaq. Bizim iki evli bitkimiz özü ayrı cinslidir və çiçəklər də ya erkək olur, ya dişi olur. Bu yanlış fikirdir. Bütün bir evli bitkilərin çiçəkləri hermafroditdir. Baxaq, bir evli bir cinsli çiçəklərdə çiçəklər hermafrodit deyil. Bir evli bitkilər bir cinsli də ola bilər, iki cinsli də ola bilər. Bir evli bir cinslərdə çiçəklər hermafrodit deyil. Bütün dediyi üçün
yanlışdır. İkievli bitkilərin çiçəkləri hermafrodit deyil. Bəli, ikievli bitkilərin çiçəkləri yalnız və yalnız ayrı cinsiyyətlidir. Cavabımızı müəyyən edirik. C variantı olaraq. 23-cü sualımızla davam edirik. Soldakı çiçək sxematik olaraq sağda verilmişdir. Çiçəyin solda verilmiş hissələrini sxematik olaraq göstərin qeyd edir. Deməli, gəlin buradan kənarda qeyd edək. 1, 2, 3, 4 qeyd edək və qarşısında sxemdə olan hərfləri yazarıq. Deməli, bizdə bir rəqəmi ilə ləçəklər göstərilib, ləçək bizdə B hərfi ilə işarə edilib. 2 rəqəmi ilə dişici göstərilib, dişici bizdə C hərfi ilə işarə edilib. Baxın burada dişici. Sonra 3 rəqəmi ilə bizdə eykəkçi göstərib, eykəkçi bizdə D hərfi ilə, 4 rəqəmi ilə bizdə kəsə yarpaqları göstərib, kəsə yarpağı da A ilə işarə edilmişdir. Adətən qarışdırılan hissələrdən biri bu kənardakılar nədir bəs? A kəsə yarpaqlarıdır. Kənarda olan 2 ədəd yarpaq altlıqlarıdır. Bu isə örtük yarpaqlarına aiddir. Yarpaq örtüklərinə, yəni aiddir. Bunlar yarpaq altlığı. Bu isə örtük yarpaqlarına aid olacaq. Bəzən şəkillərdə bu hissədə də belə bir nöqtə ilə sxematik təsvir var. Bu da bitkinin zoğu, yəni çiçəyin zoğu olacaq. Cavabımız olur 1B, 2C, 3D, 4A. Cavabımızı müəyyən edirik A variantı olaraq. 24-cü sualımızla davam edək. Neçə bitkinin meyvəsi verilmiş sxemdəki şərtə uyğundur. Sxemdə nə verilib? Toxumlar ara kəsmənin üzərində yerləşir. Biz bilirik ki, buynuz meyvəli bitkilərdə toxumlar qının taycıqlarının arasında ara kəsmə olur və o ara kəsmənin üzərində buynuz meyvəli bitkilər yerləşir. Burada xaçiyyələr fəsləsinə malik olan vəzəri bitkisini, xaçiyyələr fəsləsinə malik olan, aid olan kələm bitkisini misal göstərə bilərik. Astra mürəkkəb çiçəklərə aiddir, toxumca meyvəli bitkidir. Soya paxlallara aiddir, paxla meyvəli bitkidir. Doxud paxlallara aiddir, paxla meyvəli bitkidir. Cavabımız olur buradan 2 bitkinin meyvəsi buynuz meyvə olacaq. Və 25-ci sualımız, sual işarəsinin yerinə hansı cavabı yazmaq olar? Verilib bizdə moruq, qarağat və böyürtgən bitkiləri və bu bitkilər cəlbedici meyvələrə malikdir. Dadı xoşa gələn və cəlbedici meyvələrə malikdir və buna görə də toxumları, meyvələr içərisində olan toxumlar heyvanlar tərəfindən yayılmış olur. Heyvanlar bu meyvələrin toxumlarını yeyərək ətraf mühitə yaymış olurlar. Bu bizdə deməli 3-cü bölmənin sonuncu sınağı idi.